Selamünaleyküm, hardayam, Sultepe'deyim. Rahat markete yakın, elit məhəllələrin birində, Böyürbaşı hamısı villalardır. Evə bax, ev adamla danışır, rəqs eləyir, danış. Özü danışacaq sizdən. Burada bir dənə qəşəng yay mətbəxlidir. 6-10 tonluq su basenası, isti, pollu sulaşma. Maya qoyub da kişi. Həqiqətən gözəl proyektdir, çox xoşuma gəldi. Hamı istəyir belə evdə yaşasın. Həqiqətən qiymətinə görə ideal qiymətədir. Bir dənə gəlib buradan birinci mərtəbəyə bax. Burada istəsən, nə istəsən yarada bilərsən. İstəyirsən bir dənə böyük zal yarat. Sən nə ürəyin istəyir yarada bilərsən. Sırf yuxarısı monolit betondur. Burada kanallardan danışmağa ehtiyac yoxdur. Qaz, işıq, su, mərkəzi kanalizasiya, hamısı var yaşayış üçün. Birinci mərtəbədə də yağ su var. Yeri tarqov daşlardan bəzədilib. Həqiqətən gözəldir. Orada da yanına keçmək üçün yerdir. Mən indi gördüm sizdən bir yerdə. Buradan gəldik. Qalxaq ikinci mərtəbədən tanış olub. Həqiqətən bu ayaqqabılarımızı çıxardaq rahat. Qalxaq ikinci mərtəbəyə. Buradan qalxdıq. Həqiqətən çox gözəl proyektdir. Və qapısından bilinir ki, evin giriş qapısından şəxsi evdir. Koridor sistemdir. Burada bir dənə çox böyük zallıdır. Bir dənə burada mənzərəyə bax. Hamısı baqat evlərdir. Bir dənə balaca ev yoxdur yanında. Hamısı gözəl evlərdir. Yəni bu qiymətə belə bir ev idealdır. Buradan gəldik. Yer splaşdan isti pol. Buradan gəldik. Burada bir dənə çox geniş mətbəxlidir. Pəncərənin hamısı qabağı boşdur. Qiyməti haqqında məlumat verim, sonra o otaqlar çəkim, nəfəsi müjək satmayacaq. Qiymət 148.000 manat. Real gəl, yesi ilə danışarsan. Burada bir dənə hamam sansörlü duş kabininə qədər qoyulub. Hazır. Bir dənə də burada disko otaqdır. Hər yanı qoşa, daşlı kombi xətlərinə qədər atılıb. Buradan da gəldik. Bir dənə də burada geniş yataq otağı. Ölçülər yaxşı, qiymət ideal. Kim də evini satmaq istəyirsə, müraciət eləsin, yerin fərqi yoxdur. Yaxşı evdirsə, gəlib çəkilir. Bir dənə burada yataq otağımız qaldı, disk otaq. Bunu da çəkib qutarsın. Əlaqə saxlayın yoluna qoyalım. Hər qiymət əldə evlər var. Sağ olun.